Invest Akademiyadan hər kəsə salam. Mən Mikail. Hazırda dünya üzrə bir çox investor bütün diqqətini xəritədəki tək bir kritik nöqtəyə, Hörmüz boğazına cəmləyib. Hər kəsi bir sual düşündürür. Neft qlobal bazara əvvəlki öyrəşdiyimiz həcmdə daxil olmağa davam edəcəkmi, yoxsa yaxın gələcəkdə bir barelin qiymətində kəskin şəkildə artımın şahidi olacaq? Lakin çox az investor özünə əsas və daha dərin bir sual verir. Ümumiyyətlə, niyə neft qlobal bazarda bu qədər güclü, həlledici təsir edir? Və niyə onun qiymətinin qeyri-stabilliyinə, bahalaşmasına baxmayaraq, ABŞ fond bazarı hələ də çökməyib? Bu videoda gəlin iqtisadiyyatın pərdə arxasına keçək. Biz sizinlə birlikdə makroiqtisadi tənliyin dərin təsirini, neftin və ümumilikdə enerji resurslarının bu tənliyə necə unikal şəkildə uyğunlaşdığını araşdıracağıq. Ən əsası isə niyə Amerika Birləşmiş Ştatlarının məhz indiki həssas dövrdə fond bazarının uzun müddətli və kəskin çöküşünə imkan verə bilməyəcəyinin səbəblərini təhlil edəcəyik. Yaxın Şərqdə nələr baş verir? İlk növbədə gəlin həmin regionda ümumiyyətlə nələrin baş verdiyinə qısaca nəzər salaq. Düşünürəm ki, xəbərləri izləyən hər kəsin vəziyyətdən xəbərdardır. Yaxın Şərq yenidən alovlanıb. ABŞ hərbi müdaxilələrə başladı. İran regiondakı ABŞ müttəfiqlərinə qarşı əks hücumlar təşkil etdi. Bunun iqtisadi fəsadları dərhal özünü göstərdi. Dubayda daşınmaz əmlak bazarı ucuzlaşdı. Strateji əhəmiyyətli su təmizləyici stansiyalara və elektrik enerjisi obyektlərinə zərbələr endirildi. Hazırda ABŞ vəziyyəti hər hansı bir şəkildə nəzarət altına almağa və ya hərbi əməliyyatlardan geri çəkilməyə ya da əksinə vəziyyəti diplomatik yolla həll edib, irəliləmək üçün hər hansı bir ortaq razılığa gəlməyə çalışır. Amma makro investorlar olaraq bizim üçün vacib olan tamamilə başqa bir detaldır. Bizim üçün müasir dünya iqtisadiyyatında qan damarı, xüsusən də neftin digər həyat enerji resurslarından hərəkət etdiyi əsas keçid olan Hörmüz boğazı vacibdir. Makroiqtisadi tənlik, istehsalın dörd sütunu. Bəs neft niyə bu qədər əvəz olunmazdır? Aydındır ki, o birbaşa energetikaya və ya məhsul istehsalının maya dəyərinə təsir edir. Amma gəlin prosesin biraz daha dərinliyinə gedək. İqtisadi tənliyə klassik makroiqtisadi modellərə baş vuraq. Gəlin sadə bir baza nümunəsi olaraq masanın üzərindəki bu mantar, yəni probka altlığını götürək. Fərz edək ki, biz səninlə birlikdə bu sadə məhsulu istehsal edib satmaq istəyirik. Biz onu həm kütləvi, həm də yüksək keyfiyyətli, həm də əsl biznesmen kimi yaxşı pul qazanacağımız şəkildə istehsal etməyi hədəfləyirik. Bunun üçün bizə nə lazımdır? Birincisi, insan resursları. İlk növbədə bizə insanlar lazımdır. Bu iş fiziki və ya zehni olaraq görəcək kadrlar. Biz bunu özümüzü meşədə ağac kəsərək də edə bilərik. Yaxud istehsalatı genişləndirib işləyəcək 100, 200, hətta 300 nəfər də işə götürə bilərik. İkincisi, texnologiya. Daha sonra biz bu insanlara müəyyən bir texnologiya, məsələn, inkişaf səviyyəsi təqdim etməliyik. Bu başlanğıcda adi bir bıçaq da ola bilər, ya da qabaqcıl avtomatlaşdırılmış dəzgahlar da. Bəlkə də işi sürətləndirən sadəcə bir motorlu mişardır. Bir sözlə, insan əməyinin keyfiyyətini və sürətini yaxşılaşdıran, işçi sayını kəskin artırmadan bir deyil, eyni anda 10 min, 20 min atlıq istehsal etməyə imkan verən innovasiyalar toplusudur. Üçüncü, kapital. Texnologiyanı sadəcə cibimizdən çıxara bilmərik. Onu hardansa almalıyıq. Bunun üçün isə hardansa pul tapmalıyıq. Ya da investor cəlb etməliyik. Ya da bankdan borc almalıyıq. Şərti olaraq bizə kapital lazımdır və bu kapital da effektiv işləməlidir. Əgər kapital bahalıdırsa, yəqin ki, ən qabaqcıl texnologiyaları ala bilməyəcəyik və məcbur olub hər kəsə sadəcə bıçaq paylayacaq. Əgər kapital ucuzdursa, kreditlər əl çatandırsa, o zaman dərhal müasir avadanlıqlar alıb bazar payımızı maksimum genişləndirə bilərik. Dördüncüsü, energetika. İstər insanlar, istərsə də texnologiyalar, istərsə də kapital bu tənliyə fiziki olaraq daxil olmalıdır. İnsanlar işə gəlməlidir, texnologiyalar nəsə bir şeylə, istər elektrik enerjisi, istərsə də benzinlə işləməlidir. Məhz bunun üçün enerjidən istifadə olunur. Güclü texnologiyalardan istifadə etmək üçün kifayət qədər ağıllı olan kiçik bir insan qrupumuzu kapitalla möhkəmləndiririk və energetika bizə bu kütləyi fasiləsiz şəkildə etməyə imkan verir. Makroiqtisadiyyatın qızıl qaydası. Texnologiyalar bütün dünyada eyni ola bilər, kapital sərhəd tanımaya bilər, lakin enerjiniz yoxdursa, istehsal tənliyiniz sıfıra bərabər olur. Enerji böhranı və Hörmüz boğazının rolu.
Artıq başa düşdüyünüz kimi, Hörmüz boğazındakı mövcud gərgin vəziyyət məhz bu dördüncü və həlledici faktora, energetikaya ağır zərbə vurur. Enerji olmadan işiniz nə qədər ağıllı, təhsilli olursa olsun, texnologiyanız nə qədər mükəmməl və qabaqcıl olursa olsun, bank hesabınızda nə qədər kapital olursa olsun, məhsul istehsalı tamamilə iflic olur. Enerjimiz yoxdursa nə xam mal gətirə bilərik, nə də istehsal etdiyimiz hazır məhsulu alıcıya çatdıra bilərik. Hazırda Hörmüz boğazından dünya enerji bazarının təxminən 20-25% keçir. Bu qlobal iqtisadiyyat üçün böyük bir rəqəmdir. Blokada və ya münaqişə xəbərlərindən dərhal sonra neftin qiymətinin 100, 110, hətta 120 dollara sıçraması təsadüfi deyil. İqtisadiyyat üçün norma 70-80 dollar hesab olunur. Bundan yuxarı olan hər hansı bir rəqəm artıq inflyasiya və ya böhranın astanasıdır. Asiyanın asıllığı. Asiya ölkələri öz neftlərinin 60%-ə qədərini Hörmüz vasitəsilə alırlar. Tələbatı başqa yerdən kompensasiya etmək qısa müddətdə fiziki olaraq qeyri-mümkündür. Avropanın vəziyyəti. Avropa müharibənin əvvəlindən Rusiya qazından və neftindən tamamilə imtina etdikdən sonra bütün ümidini yaxın şərqə yönəltdi. İndi isə onlarda da böyük bir problem yaranır. Fransa istisna olmaqla qismən nüvə enerjisi sayəsində bütövlükdə Avropa üçün Norveçin tədarükü yetərli deyil. Digər resursa. Hörmüz vasitəsilə təkcə neft deyil, qlobal kənd təsərrüfatı üçün həyati önəm daşıyan gübrələr, qabaqcıl texnologiyalar üçün helium və sənaye metalları da daşınır. Qlobal iqtisadiyyat üçün 3 əsas təhlükə. Bəs bu problemin miqyası nə dərəcədə böyükdür? Bizi nələr gözləyir? Birincisi, qlobal tənəzzül və qıtlıq. Neft qıtlığı yaşandıqda söhbət sadəcə kiminsə nefti 100 dollara, kiminsə 80 dollara almasından getmir. Söhbət bəzi ölkələrin onu ümumiyyətlə heç bir qiymətə tapa bilməməsindən gedir. Zəngin ölkələr rəqabəti qazanaraq məhdud enerji resurslarını özlərinə çəkəcək, yoxsul ölkələr isə tənlikdən tamamilə çıxacaq. Bu o deməkdir ki, yoxsul ölkələrdə zavodlar bağlanacaq və onlar öz məhsullarını istehsal etmək əvəzinə bahalı ixaldan asılı vəziyyətə düşəcəklər. İkincisi, kütləvi inflyasiya. Logistika, benzin və qaz bahalaşarsa, dünyada hər kəs mağazadakı məhsulların qiymətinin kəskin artacağını görəcək. Zəngin ölkələrdə məhsulun maya dəyəri şərti olaraq 1 dollardan 2 dollara qalxacaq. Kasıb ölkələrdə isə bu bahalı malları sifariş etməyə məcbur qalacaqlar. Daha çox pul, daha az miqdarda real məhsul üçün rəqabət aparacaq. Üçüncü, istehlakın və zənginlik effektinin azalması. Dünyada hamımız daha az məhsul istehsal edəcəyik. Sən yenə də eyni maaşı, məsələn 5000 dolları ala bilərsən, amma bu məbləğin alıcılıq qabiliyyəti əriyəcək. Neft bahalaşdıqca istehlak daralır. Zəngin ölkələrdə bu ikinci qədəşəni almamaq deməkdirsə, daha kasıb ölkələrdə birbaşa ərzaq qıtlığı demək olacaq. İnsanlar özlərini əvvəlki kimi zəngin hiss etməyəcək. Qara gün üçün pul yığmağa başlayacaq və bu da iqtisadiyyatdakı pul dövrəsini kəskin şəkildə yavaşladacaq. Dünyada hamımızı biraz daha kasıblaşdıracaq. İnvestor olaraq nə etməliyik? Portfel strategiyası. Biz səninlə investoruq, duyğularla deyil, hesablamalarla hərəkət etməliyik. Hər zaman ən pisə hazırlaşmalı və ən yaxşı ssenariyə ümid etməliyik. Gəlin vəziyyəti təhlil edək. Kimlər qazanacaq? Neft, qaz hasilatı və ya nəqli ilə məşğul olan enerji şirkətləri, gübrə istehsalı zəncirinə sahib olan şirkətlər, onlar bu böhrandan gələn əlavə mənfəət qaymağını yığacaqlar. Nüvə energetikası şirkətləri. Xüsusilə Fransa kimi ölkələrdə nüvə enerjisinin yenidən dirçəlişi mümkündür. Proqram təminatı şirkətləri, onlar prosesləri optimallaşdırdığı üçün kəskin zərbə almayacaqlar. Əgər sən geniş bazar indekslərindəsənsə, məsələn S&P 500, Dow Jones və ya SGHT portfelində onsuz da bu cür şirkətlər var deyə müəyyən mənada sığortalanmısan. Bəs kimlər risk altındadır? Öz enerji hasilatı olmayan Avropa sənaye şirkətləri, enerji tədarükünün 60% Hörmüzdən idxal olunan Asiya istehlakçıları. Biz necə hazırlaşaq? Biz artıq uzun müddətdir ki, tənəzzül risklərini müzakirə edirik. Portfelimizdə sərbəst pul axını, yəni free cash flow yol gücü olan yüksək rəqabətə davamlı şirkətlər olmalıdır. Bu şirkətlər hətta böhran zamanı belə əldə etdikləri effektiv kapital sayəsində geri satın almalar, yəni baybaqlar vasitəsilə öz səhmlərini bazardan toplamağa davam edəcəklər. Əgər portfelin lokal və enerji asılılığı olan şirkətlərdən ibarətdirsə, dərhal diversifikasiya barədə düşünməlisən.
Niyə ABŞ bazarın çökməsinə icazə verməz? Burada haqlı bir sual yaranır. Axı ABŞ özü çoxlu neft hasil edir. Niyə sadəcə nefti baha satıb sevinmirlər? Niyə fond bazarını qorumağa məcburdurlar? Səbəb ABŞ-ın çox ciddi daxili makroiqtisadi xarakterli problemləridir. Zənginlik effekti. Varlı Amerikanlar pullarını bank hesablarında deyil, fond bazarlarında, indekslərində və daşınmaz əmlakda saxlayırlar. Əgər səhmlər çökərsə, onlar xərcləmələrini dayandıracaqlar. İqtisadiyyat isə istehlak üzərində qurulub. Kasıblar onsuz da sıxışdırılıb, zənginlər isə xərcləməzsə, böyümə tamamilə dayanacaq. Dövlət borcunun xidmət haqqı. ABŞ-ın nəhəng dövlət borcu var. Hazırda borcun qiymətinə, faizlərin ödənilməsinə, ölkənin bütün müdafiə sənayesinə xərclənməndən daha çox pul gedir. Bazar çökərsə, istiqrazlara olan tələbat və borcların maliyyələşdirilməsi sıravi vətəndaşın cibinə çox sərt zərbə vuracaq. Siyasi faktor. Seçkilər. İçində olduğumuz 2026-cı ildə ABŞ-da çox önəmli aralıq seçkiləri, yəni midterm election baş tutur. İqtisadiyyatın çökdüyü, bazarların qırmızıya bulandığı bir ssenaridə heç bir vətəndaş iqtidardakı siyasi qüvvəyə səs verməyəcək. Siyasətçilər bəlkə 2027 və ya 2028-ci ildə böhrana göz yumurdular, amma 2026-cı ildə yox. Girovlar və korporativ borclar. Müasir korporativ dünyada bir çox şirkətlər öz qiymətli kağızlarını, konversiya olunan istiqrazlarını və səhmlərini girov qoyaraq nəhəng kreditlər cəlb ediblər. Fond bazarı çökərsə, bütün bu girov sistemi iflasa uğrayacaq və onları necəsə bağlamaq lazım olacaq. Bu pulun haradan tapılacağı isə məlum deyil. Bütün bu səbəblərə görə həm Fed, həm ABŞ Maliyyə Nazirliyi, həm də bütövlükdə iqtisadi sistem balansa yönələcək. Odur ki, mən panikaya düşməzdim. Beləliklə, gəlin öyrəndiklərimizi xülasə edək. İnsanlar plus texnologiyalar plus kapital plus energetika bərabərdir iqtisadi gəlirə. Əgər energetika zənciri qırılarsa və ya bahalaşarsa, bu tənlik pozulur və bütün dünya üçün çox ağrılı nəticələr doğurur. Hörmüz böhranı səninlə bizim üçün regionlar üzrə diversifikasiya etmək, fərqli istiqamətlərə baxmaq və güclü pul axınlarına malik şirkətlərdən ibarət portfellər formalaşdırmaq lazım olduğunu xatırladan çox önəmli bir siqnaldır. İnvestor kimi biz bu hadisələri izləyirik. Ən vacibi isə bu böhranın müddətidir. Nə qədər qısa olarsa, iqtisadiyyat o qədər tez toparlanır. Uzun sürərsə, biz bütün qlobal sistemlə birlikdə dayanma nöqtəsinə, yəni qlobal tənəzzülə və ya ÜDM-in ciddi şəkildə düşüşünə yaxınlaşırıq. Sizinlə Invest Akademiya kanalı idi. Şərhlərdə bütün bu qarşılıqlı əlaqəni təsvir edən Robert Solow və Joseph Stiglitz'in tənliyi ilə razılaşıb-razılaşmadığınızı mütləq yazın. Videonu bəyənməyi, kanala abunə olmağı və bizim Telegram kanalımıza qoşulmağı unutmayın. Növbəti videolarda görüşənədək. Hələlik. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizi əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcək sizə.